Salam uşaqlar, blok tipli belə bir suala baxırıq. Deyir, ABCD paralleqramda BM və MC bir-birinə bərabərdir. CK-da KD, yəni tərəflərin orta nöqtələridir M ilə K. ABCD paralleqramın ümumi 200-dürsə sahəsi eşitlənmiş hissəni bizdən soruşur. Onda mən burada belə bir düz xətt çəksəm, daha doğrusu diaqonal çəksəm, onda paralleqram sahəsi yarıya bölünəcək. Yəni olacaq 100 yuxarı, 100 də aşağı. Və burada 2 dənə üçbucaq alınır. Bir ABC üçbucağı, bir də ADC üçbucağı və həmin tərəfin də orta nöqtələri olduğu üçün M ilə K, yəni median olur üçbucağın. Üçbucağın medianı da onun sahəsini yarıya bölür. Yəni 100 idisə olacaq burada 50, bu ştrixlənmiş hissə də 50, eləcə də aşağıda da burada olacaq 50, burada olacaq 50. Onda ştrixlənmiş hissə cəmi 50-50 neçə eləyəcək sahəsi 100. Gələk 12-ci suala, yenə eyni ilə median çəkilib, onda A-dan bu düz xəttdə ağırlıq mərkəzi median çəksəm, burada sahələri bərabər olan 3 dənə üçbucaq olacaq. Onda 150-ni bölərəm 3-ə, ştrixlənmiş hissə olacaq 50.